Bizim üçün müstəqil dövlət, müstəqil siyasət heç nəylə əvəz olunmaz bir nemətdir, bir varlıqdır. Bax, yeri gəlmişkən məsələn, bəzən deyirlər ki, tutaq ki, bizim prezident Rusiyanın prezidenti ilə dost ola bilər, ABŞ-ın prezidenti ilə dost ola bilər, Çinin də prezidenti ilə dost ola bilər. Ancaq mən ümumiyyətlə bilirəm ki, bizim prezident birinci dostu Azərbaycan müstəqilliyidir, dövlət müstəqilliyidir. Bizim dövlət müstəqilliyimiz tələb eləyəndə biz Rusiya ilə dost ola bilərik. Tələb eləməyəndə, harda ki bizim dövlət müstəqilliyimizi o mane olacaqsa, biz onda Rusiya ilə məsafə saxlayacağıq. Əməkdaşlıqdır, məsafə saxlayacağıq. Yəni siyasət milli maraqlara uyğun yürüdülür. Elə olmalıdır. Bizim milli maraqlarımız nəyi tələb edirsə, Azərbaycan dövlətinin rəhbəri o siyasətə həyata keçir. Bəli, bu da belə olmalıdır. Çünki o düşünür ki, bu vəzifə Azərbaycanı inkişaf elətdirmək, müstəqilliyin qoruyub saxlamaq. Bu vəzifə onun üçün hər şeydən öndə gələn bir vacibdir. Bu vəzifə onun üçün ən vacib olanıdır.